Azərbaycan xalqı, Azərbaycan dövləti ədalətin tərəfdarıdır, sülhün tərəfdarıdır, ədaləti öz gücü ilə bərpa edən bir xalqdır, ölkədir. Hətta dedi, təcrübəmizi paylaşmağa hazırdır. Təcrübə, son 80 ilin dünyada baş verən hadisələrə baxsaq, görərik ki, Azərbaycan qədər öz tam şəkildə suverenliyini, ərazi bütövlüyünü öz gücü ilə təmin edən ikinci bir dövlət dünyada yoxdur. Və eyni zamanda torpaq ətrafında olan münaqişələrin heç bir həll olunmuyor. Heç biri də həll olunmuyor və Azərbaycana bu vətən müharibəsinə qədər beynəlxalq təşkilatlar, hələ BMT, ATƏT Minsk qrupu deyirdi ki, münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Amma cənab prezident nə deyirdi? Deyirdi ki, əgər sülh yolundan həll olunmasa, biz bunu hərb yolu ilə edəcəyik və müharibəyə biz vətən müharibəsi... Çıxışında da elə dedi, müharibəni qazandıq. Qazandıq, başa çatandan sonra münaqişənin həlli ancaq sülh yox, hərb və sülh yolu ilə bu təmin olunmalıdır.